Hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Yeni videomuzda sizinlə bugün 2018-ci il sınaq nömrə 1-in birinci qrup A variantı olan testinə baxırıq. Əgər kanalımıza abunə olmamışsınızsa, kanala abunə olun, sonra rahat-rahat izahlara da baxaq. Başlayaq 26-cı sualdan. Bizə deyir ki, kapillyar borda qalxan mayeyin kütləsinin səthi gərilmə əmsalından asıllıq qrafiki hansıdır? Biz bilirik ki, kapillyar borda qalxan mayeyin kütlə düsturu, orada iki qüvvəni bərabərləşdiririk. Sigma L bərabərdir mj yazıq. Buradan da m tapsaq, m bərabərdir sigma L bölünsün j. Göründüyü kimi m sigmadan düz mütənasib asılıdır. Ona görə doğru cavab olur B variantı. 27. Rəqs konturunda yaranan sərbəst elektromaqnit rəqslərin periodun hansı yolla azaltmaq olar? Biz periodun burada düsturunu yazsaq, 2pi kök altında LC. Və burada görürük ki, periodu azaltmaq üçün ya L ya da C azalmalıdır. Yəni induktivliyin azalması və yaxud da ki, tutumun azalması lazımdır. Burada deməli, biz yükü azaltsaq, tutumu elə tutumu azaltmaq variantımız var da, baxın. Ona görə də doğru cavab B olacaqdır. Mən əvvəl bunu görmədim. Elə bildim dolayı yolla gedib nəysə azaltmalıyıq, amma elə birbaşa cavabımız da var. 28. Hansı zaman intervalında bu cisimlə bağlı hesablama sistemi inersial? İnersial hesablama sistemi nə idi? Cisim orada ya sükunətdə qalırdı, ya da düz xətli bərabər sürətlə hərəkət edirdi. Bu zamanda təcil nə olurdu? Sıfıra bərabər olurdu. Hər iki halda yalnız 4-5 hissəsindədir. Ona görə doğru cavab olur B. 29. Germanium 4-cü qrup kristalına Mendeleyev cədvəlinin hansı qrup elementinin atomlarını aşkar kimi daxil etdikdə P tip alınır? P tip alınması üçün 4-cü qrupa özündən aşağı qrup elementi lazımdır. Ona görə də 3-cü qrup doğru cavab olur Y. Sərbəst düşən cisimlərdən hansı yerə gec çatar? Bilirik ki, yerə çatma müddəti T bərabərdir 2H bölünsün J'dir. Və burada bu müddəti yalnız dəyişdirən hündürlükdür, kütlələr deyil. Kütlələr bizi çaşdırmasın. Hündürlüyü çox olan daha gec çatacaq. Ən hündürdə olan da birinci cisimdir. Ona görə Y variantı doğru cavabdır. 31. En kəsiyin sahəsi S olan yerdə mayenin axın sürəti V-dir. En kəsiyin sahəsi 2S olan yerdə axın sürəti nəyə bərabərdir? Bunu da biz bilirik ki, demək sürətlə sahə burada tərs mütənasib asılıdır. Ona görə də sürət, demək sahə 2 dəfə artanda sürət də 2 dəfə azalacaq. V-dən gələcək V bölü 2-yə. 32. Müəyyən hündürlükdən üfüqi istiqamətdə atılmış verilmiş kütləyə cismin başlanğıc kinetik enerjisini 4 dəfə artıranda uçuş məsafəsi necə dəyişər? Deməli, 2018-ci ildən sonra, yəni hal-hazırda bu müəyyən hündürlükdən üfüqə atılmış cismin hərəkəti proqramdan çıxdığına görə biz bu suala baxmırıq. Ağırlıq qüvvəsinin təsiri altında hərəkət, 5 cür hərəkət var idi ki, əvvəllər 5 idi, indi onu 3 eləyiblər. Hansı çıxan ikisidir? Biri müəyyən hündürlükdən üfüqə atılmış cisim, bir də üfüqə bucaq altında atılmış cisim. Onların heç birində abituriyent proqramında yoxdur. Ona görə də o sualı keçək. 33. İki cisim eyni düz xətt boyunca əks istiqamətdə bərabər sürətlə bir-birindən uzaqlaşır. Bu cisimlər eyni müsbət yüklə yükləndikdən sonra necə hərəkət edəcəkdir? Baxın, bu cisimlər bir-birindən uzaqlaşır. Onsuz da bunlar uzaqlaşır. İndi eyni müsbət yüklə bunlar bir-birini itələyəcəkdir və uzaqlaşdığına görə zaten bunlar müsbət hər ikisi olanda bir-birini də itələyəcək, biraz da uzaqlaşacaq. Ona görə yeyinləşən hərəkət eləyir və aradakı məsafə artdığına görə təcil azalacaq. Olacaq azalan təcillə yeyinləşən. Doğru cavab C. Dioptriya hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Keçən dəfə bunu hansısa qəbulda işləmişdik. Səhv eləmirəmsə 2019 idi, yoxsa səhv eləyirəmsə bilmirəm, hansı qəbul idisə baxmışdıq. Dioptriya nə idi? Linzanın optik qüvvəsi idi. Doğru cavab D. Qapalı keçirici konturla hüdudlanan səthdən keçən maqnit selinin zamana görə dəyişməsi nəticəsində bu konturda elektrik cərəyanının yaranması hadisəsi necə adlanır? Elektromaqnit induksiya hadisəsi. 36-da bizdən period istəyir.
Bizdə nəyin qiyməti var? Qrafikdən XM-in qiyməti var. Maksimal qiyməti nədir? 0,2. Bəs bizim dalğa uzunluğunu da buradan götürə bilərik. Lambda bərabərdir. Hara qədər gedirik? 1, 2, 3, 4. 1 metr. Bir də dalğanın sürəti var. B bərabərdir 500. İndi bizə lazımdır rəqs periodunu hesablayaq. Rəqs periodunu hesablamaq üçün lambda bərabərdir V vurulsun T-yə. Buradan T bərabərdir lambda bölünsün V. Bizə heç XM lazım deyil. Qrafikdən sadəcə elə lambdanı götürmək üçün istifadə edirik. Lambdamız 1 metrdir. Bu da 500-dür. Bunu buna böləndə 1000-də 2 eləyər. Bu da 2 millisaniyə. Yəni doğru cavab olur A variantı. İnduktivliyi məlum olan cəryanlı sarğacdan keçən maqnit selini hansı cihazın köməyi ilə təyin etmək olar? Maqnit seli fi bərabər eləyir. Əgər induktivliyi məlumdursa, bizə lazımdır ampermetr olsun ki, təyin eləyək. Eli i'yə vurmaqla. 38. Dəyişən cəryan dövrəsində vakuum kondensatorun tutum müqaviməti XC-dir. XC-nin düsturu bilirik ki, 1 bölünsün omega C-dir. Buradan da sonraki tutum müqavimətini istəyir. Omega qalsın yerində, C-ni açsaq epsilon, epsilon 0, S bölünsündür. Göründüyü kimi XC epsilondan tərs asılıdır. İndi bura bizə deyir ki, kondensatorun lövhələri arasında dielektrik nüfuzluğu 7 olan dielektrik daxil edirik. Daxil ediriksə, C artır. 7 dəfə artır. C-nin 7 dəfə artmağı bunu 7 dəfə azaldır. Çünki məxrəci 7 dəfə artır axı. Onda XC 7 dəfə azalacaq, olacaq C variantı. 39. Dövretmə periodunun sabit qiymətində mərkəzi qaçma təcilinin düsturunu yazsaq omega kvadratı R. Buradan da 2 yox, 4pi kvadrat böl T kvadrat vurur. Göründüyü kimi R-dən soruşur. R-dən soruşursa elə düz mütənasib asılı olacaq. T-dən soruşsaydı tərs asılı olardı. 40-da deməli voltmetrin göstərişi V1 voltmetrin göstərişi U olarsa, V voltmetrin göstərişini hesablayın. Deməli R2-nin R1-ə nisbəti 3-dür. Yəni ki, bu R-dirsə, bu 3 R-ə bərabərdir. Onda buranın dövrənin ümumi müqaviməti R ümumi bərabərdir 4 R olacaq. Bizdə də I1 I2-yə bərabərdir. Axı I1 I2-yə bərabərdirsə, ardıcıl birləşib də, onda U1 bərabərdir I1 R1-ə, U2 də bərabərdir I2 R2-yə. U1-i tapsam, R1 R demişəm, İ'si hər ikisində eynidir. Onda elə IR olar. U2-ni tapsam, buna bizə U deyib də, bizdə U veribdir bunu, birincinin göstərişini. U2-ni tapsam, təkcə 2-yə düşəni tapıram mən. İ'si yenə eynidir, R-isi 3-dir, olur 3IR, yəni ki 3U olur. Onda buna düşən U'dur, buna da düşən 3U'dursa, voltmetr hara qoşulub? İkisinə bir yerdə qoşulubdur. Tələsmirik, yəni 3U'nu seçməyə, xoş o cavab da yoxdur. Onda voltmetrin göstərişi nə olacaq? U1 ilə U2-nin cəmi, yəni U ilə 3U-nun cəmi. Bu da eləyir 4U. Doğru cavab Y variantı. 41. Deməli, cəryan şiddəti 3 dəfə azalanda amper qüvvəsi 20 Newton azalıbdır. 20 Newton azalıb. Biz bilirik ki, cəryan şiddəti ilə amper qüvvəsi düz asılıdır. Perpendikulyar yerləşib sinusu yazmıram. Onda cəryan şiddətinin 3 dəfə azalmağı razısızsa, belə deyə bilərikmi? Amper qüvvəsində 3 dəfə azaldıq. 3 dəfə azalma nə deməkdir? Yəni birinci qiyməti ikinci qiymətindən 3 dəfə çoxdur. Həmçinin 20 Newton azalma nədir? F1 çıxılsın 20. Bu deməkdir də. F2, daha doğrusu belə yazaq da, F2 bərabərdir, F1 çıxılsın 20. İndi burada hər ikisində F1-i tapıb bərabərləşdirək. F1 bərabərdir, F2 üstəgəl 20. Bu ikisini bərabərləşdirsək, F2 üstəgəl 20 bərabərdir 3F2. Buradan 2F2 bərabərdir 20-yə, F2 də bərabərdir 10. Bizdən nə istəyir? Amper qüvvəsinin ilk qiymətini istəyir. İlk qiyməti F1 də 3F2 olduğuna görə 30-a bərabər olacaq. Ya burada qoyuruq yerinə, ya burada fərqi yoxdur. Hər ikisində eyni cavabı verir bizə.
Cavab oldu 30D variantı. 42-də bizə deyir ki, nüvə 2 alfa və 2 beta mənfi çevrilmədən sonra alınan yükünü və kütlədədir müəyyən edin. Deməli 86 219-dur. Bir dəfə 2 alfaya məruz qalanda nə olacaq? Yük ədədi 2 vahid, kütlə ədədi isə 4 vahid azalacaq. Deməli yük ədədi 2 vahid azalır. Bir dəfə məruz qalsa 2 alfa olanda yük ədədini də 2-yə vuracaq da. Alfa zərrəcik nədir? Helium 2-4-dür də. Ona görə burada axırda helium 2-4 atomu çıxmalıdır, 2 dənə. Onun çıxması üçün də bax bu hissədə 2 dəfə, bu hissədə 2 dəfə dəyişəcək. Burada da 219 çıxılsın. Bir dəfə alfa çevrilməyə məruz qalsaydı 4 vahid azalardı. 2 dəfə məruz qaldığına görə 8 vahid azalacaq. Burada nə alınır son olaraq? Hələ ki, yəni 82 ilə 219-dan 8 çıxanda 211 eləyir də. Düzdür? 82 211. 2 betaya məruz qalanda nə edir? Bir dəfə betaya məruz qalanda kütlə ədədi dəyişmir, yük ədədi 2 vahid artırdı, 1 vahid artırdı daha doğrusu. 2 betaya məruz qalanda yük ədədi 2 vahid artacaq, kütlə ədədi isə dəyişməyəcək. Sonuc olacaq 84 211. Görək belə cavabımız var. Hə, A variantında var. Doğru cavab olur A variantı. Yorğunluqdan bəzən gözüm düzgün variantı da görmür. 43. Hansı qrafik üfüqi yolda hərəkət edən avtomobilin mühərrikini söndürdükdən sonra kinetik enerjinin zamanla nasıl? Mühərrik söndükdən sonra bu cisim təbii ki, yavaşlayan hərəkət eləyəcək. Yavaşlığına görə zaman keçdikcə kinetik enerjisi azalacaq. Amma necə azalacaq? Kvadratik. Çünki sürət xətti azalır. Kinetik dmv kvadrat bölgü olduğuna görə sürətdən kvadratik asılıdır. Ona görə bu formada olacaq. 44-də deməli bizə deyir ki, İstilik mühərrikinin faydalı gücü P-dir. Tez zaman ərzində qızdırıcıdan alınan istilik miqdarını təyin edin. Faydalı iş əmsalının düsturunu yazsaq, deməli qızdırıcıdan alınan istilik miqdarının sərf elədiyi gücə nisbətini yazsaq düz alırıqmı? Bir dənə baxaq. Hə, burada deyir faydalı gücü P. Faydalı iş əmsalı nədir? Faydalı işin tam işə nisbəti də. Faydalı işin tam işə nisbəti. İndi burada faydalı gücü P olduğuna görə P vur T faydalı işi olacaq. Aldığı istilik miqdarı da tam işi olacaq. Buradan da Q-nü tapsaq P vurulsun T bölünsün eta olar. Yəni doğru cavabında A variantı olacaq 44-də. 45. Sükunətdə olan iki nöqtəvi yük arasında pulun qarşılıqlı təsir qüvvələrinin istiqaməti hansı halda doğru verilir? Müsbətlə mənfi bilirik ki, bir-birini cəzb eləyərdi. Ona görə doğru cavab fikirləşmədən D variantı. Fotonun impulsunun dalğa uzunluğundan asılılıq qrafiki. Deməli, impulsun düsturu M vurulsun V-dir. Biz də V-nin yerinə nə yaza bilərik? M qalsın yerində. V-ni lambda ilə ifadə eləsək, lambda bölünsün T yazarıq. Buradan da görürük ki, onda deməli, necə asılıdır lambdadan? Görəsən bu düsturdan getsək doğru olurmu? Məncə doğru olmayacaq. Bunu gəlin başqa düsturdan gedək. Çünki mən burada foton üçün, foton işıq sürəti ilə hərəkət edir. Ona görə MV yox, MC yazmalıyam. S-ni də burada nə ilə ifadə eləyə bilərik? Y bərabərdir H-nü ya da HC bölü lambda düsturundan. Biz fotonun impulsunu bu düsturdan gətirsək, hər tərəfi S-yə vursaq, bölsək, MC kvadratı Y-dir, Y bölünsün S alınır. Burada da Y-nin bu ifadəsini S-yə böləndə H bölünsün lambda qalır fotonun impulsu üçün. Demək ki, impuls lambdadan tərs asılıdır. Doğru cavab olur C variantı. Hansı proseslərdə verilmiş kütləli ideal qaz molekullarının konsentrasiyası azalır? Konsentrasiyanın azalması üçün həcm artmalıdır. İzobar genişlənmədə həcm artır, izobar sıxılma olmaz, izotermik genişlənmədə həcm artır, izoxor isə olmaz. Ona görə cavab olur 1 ilə 3. 48-də birinci kondensatorun elektrik tutumunu istəyir bizdən. Əgər U2 12-dirsə, bura U1 düşür 6 volt.
İndi buradan keçən yükün miqdarı hər iki halda eynidir. Yük bilirik ki, 2 bərabər SU-dur. Onda S1U1 hasili S2U2 hasilinə bərabər qalmalıdır. Çünki ardıcıl birləşib yüklər eynidir. Onda buradan yazırıq S1 vur 6 bərabərdir 9 vur 12. Buradan da S1-i tapanda eləyəcək cavab 18. Mikrofarad verib, mikrofaradla yazdığımıza görə cavab elə 18-də olacaq. 49. Bizdən nə istəyir? Impuls radiusu verib. Deməli, R-in düsturunu yazsaq, MV bölünsün QB. Yox, impuls istəmir, induksiya istəyir. Buradan B-ni tapsaq, MV bölünsün QR. Əlimizdə hər şey olduğuna görə qoyaq yerini hesablayaq. 1/6 vurur, 10 üstü mənfi 27 vurulsun. V-si neçədir? 20 vurulsun, 10 üstü mənfi 6, 10 üstü müsbət 6 meqadır. Bölünsün. Q-nün qiyməti 1/6 vur 10 üstü mənfi 19. Radiusun qiyməti isə 20 vurulsun 10 üstü mənfi 2 bərabərdir. 20-lər getsə, 1/6-lar getsə, yuxarıda qalır 10 üstü mənfi 19. Bununla da bu getsə 10 üstü müsbət 2 qalacaq burada. Bizdən nə ilə istəyir? Tesla ilə. Görək çevirmələrimiz tam düzgün oldusa. Çevirmələrimiz tam doğru oldu mu bizim? Baxaq. Mən burada 27 ilə 6-nı 19 ilə aparmışam. Orada 27 ilə 6 bizə yuxarıda verir 10 üstü mənfi 21. Aşağıda da 19 ilə 2 10 üstü mənfi 21 verir. Nisbət ona görə 1 verir. B-si bunun 1-dir. 50-də düzxətli hərəkət edən cismin qrafikləri və ifadələr arasındakı uyğunluğu müəyyən edin. Bərabər yeniləşən hərəkət. X oxun əksinə hərəkət edir. X-in əksinə V-si mənfidir. Bərabər yeniləşən hərəkət üçün A-sı da mənfidə sabit olmalıdır. Ona görə də cavab olur 1-ə uyğun gedir B variantı. Bərabər yavaşlayan hərəkət. Əksinə yavaşlayırsa V-si mənfidə, A-sı müsbət olmalıdır. 2-yə gedir A. Bərabər sürətlidə isə X oxun əksinə bərabər sürətlidir. 3-ə gedir D. Burada Y variantı var. Y əksinə yavaşlayandır. Görək, əksinə yavaşlayanda 2-yə gedir də. Ona görə olur 1-də B, 2-də A ilə Y, 3-də də D. Vəssalam, daha bir testimizin sonuna gəldik. Ümid edirəm ki, hər şey sizin üçün aydındır və bu izahları dinləmək sizin üçün xoşdur. Əgər yararlanırsınızsa geri dönüşlərinizi unutmayın. Necə ki, sizə motivasiya lazım olur, bizə də bu işi görmək üçün motivasiya lazım olur. Və o da sizin geri dönüşlərinizdir. İzlədiyinizə görə təşəkkür edirəm. Kanalıma abunə olan hər kəsə dəstəyi üçün öncədən minnətdaram. Ümid edirəm ki, sizin üçün hər şey uğurlu olar. Bu kanaldan çoxlu bilgilər əldə eləyərsiniz və xüsusən abituriyentlər qəbul imtahanında daha yüksək nəticə əldə eləyərlər. Bizim bu sınaqları izah ki eləyirik. Bu sınaqların atıldığı qrupa qoşulmaq istəyirsinizsə, burada yazdığım nömrə ilə WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. Burada əgər mənə yazsınız ki, sınaq qrupuna qoşulmaq istəyirəm, mən sizə linki göndərərəm. Hər birinci gün 3 sınağımız olur və 5-ci gündə onların izahları olur. Bu video izahlar həmin sınaqlarında. Həmin sınaqlarda Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq və qəbullardan ibarətdir. İnşallah gələn videolarda görüşənə qədər hələlik.